Mavi pişik, bulut və Cumbulu. Bu hekayə həyata fərqli baxanlar üçündür. Mənə mavi pişik şəkli çək. Cumbulu anaya dedi. İndi sənin üçün boz pişik şəkli çəkərəm. Deyən ana boz rəngli karandaş axtarmağa getdi. Mənə mavi pişik şəkli çək. Cumbulu ataya dedi. Hə, gəl mən sənin üçün qara pişik şəkli çəkim deyən ata qara rəngli karandaş axtarmağa getdi. Bu dəfə Cumbulu nənədən xahiş etdi. Nənəcan, mənə mavi pişik şəkli çək. Cumbulu, yaxşısı budur, sənin üçün ağ pişik şəkli çəkim deyən nənə ağ rəngli qələm axtarmağa getsə də tapa bilmədi. Nə olar? Mənə mavi pişik şəkli çək də, Cumbulu babaya dedi. Hə, indi mən sənin üçün əsl kürən pişik şəkli çəkərəm. Baba sevinclə Cumbulunun başını sığalladı, amma kürən rəngli qələmi tapa bilmədi. Heç olmasa sən mənə mavi pişik şəkli çək, amma nə olar mavi olsun. Cumbulu üzünü böyük qardaşa tutaraq dilləndi. Axı mavi pişik olmur. Böyük qardaş qaş qabağını salladı. Mənə mavi pişik şəkli çək. Bax, sən çəksən bizim mavi pişiyimiz olar. Cumbulu bu dəfə böyük bacıya dedi. Yaxşısı budur, sənə mavi bulut şəkli çəkim, böyük bacı təklif etdi. Bulut? Axı, mən mavi pişik şəkli istəyirəm, bulut yox. Bura bax, gör necə gözəl mavi bulutdur. Bacı bulut şəkli çəkib rəsmi sevinclə ona göstərdi. Bacıcan, gəl buluda quyruq da çəkək. Onda bulut mavi pişiyə oxşayar. Cumbulu əllərini bir-birinə vurub dilləndi. Birazdan baba otağa gəldi və masanın üstündəki rəsmi gördü. Hə, buluda qulaq da çəkmək olar. Onda əsl mavi pişiyə oxşayar. Baba kürən rəngli qələm taparaq buluda kürən qulaqlar çəkdi. Yaxşı olar ki, buluda bığ da çəkək. Hə, hiləgər gözləri də yaddan çıxmasın. Onda bulud əsl pişiyə oxşayar deyən nənə onlara qoşuldu. Gəlin buluda pəncək də çəkək. O zaman pişiyimiz pəncəli mavi pişiyə oxşayar deyən ata qara rəngli qələmlə buluda 4 pəncə çəkdi. Qoy mən onun boynunda kəpənək də çəkim. Mavi pişiyə çevrilmiş buluda maraqla baxan ana dilləndi. Bəlkə qırmızı kəpənək çəkək deyən böyük qardaş həvəslə buluda qırmızı kəpənək şəkli əlavə etdi. Beləcə onlar mavi buludu boynu kəpənəkli mavi pişiyə çevirdilər. İndi də buludu səmaya buraxaq. Qoy havada özü üçün süzsün. Başqa buludlarla bir yerdə süzmək onun xoşuna gələcək deyən Cumbulu sevinclə öz mavi pişiyini səmaya buraxdı. Mən onu görürəm. Görürəm onu, odur ey pişiyimiz səmada üzür. Ora baxın, bizim pişiyimiz. Cumbulu səmadakı pişiyə oxşayan böyük mavi buludu göstərərək sevinclə atılıb düşür, əllərini bir-birinə vururdu. Birgə şəkil çəkmək, birgə xəyala dalmaq çox gözəldir. Mavi pişiyə görə çox sağ ol, Cumbulu.